Herkese yeni bir videodan salam. Mən Akordes və bugün gördüyünüz kimi sizlə bir yerdə Minecraft oynuyoruz. Çoxdan da ki videolar gec gəldi. Bugün dedim ki çəkim. Videonun gec gəlmə səbəbi odur ki editlər biraz gec olur, çətin olur. Hətta bu videonu düzəltməyə bayağı bir vaxt ayırdım. Deməli əslində tez atacaqdım videonu, amma sadəcə getdim baxdım videoya. Oyunun səsi çox imiş, amma mənə oyunun səsi heç gəlməyib. Nəsə yəni ona görə səsim falan heç eşidilmir burada. Ona görə də mən də arıza səs elədim. Yəni sonradan səsləndirmə. Və burada gördüyünüz kimi shader falan da açdım. Maraqlı olsun deyə. Və ilk odunlarımızı qazaq. Video əslində 1 saatlıq falan idi, amma mən editlə onu 13 dəqiqəyə falan gətirdim. Və burada shader gördüyünüz kimi çox qəşəngdir. Buradan da bir dənə çakılaq lazım olacaq. Suyun rəngi, otların rəngi falan hamısı qəşəngdir. Burada gecə görüşərdim ki daha rahat görüm ətrafı. Və biraz daha odun qazıb 12 dənə. Ondan sonra daşdan əşyalar eləməyə keçək. Və gördüyünüz kimi ətrafda falan heç köy falan çıxmadı. İndi isə daşlarımızı yığdıq 26 dənə bəsdir. Onunla özümüzə əşya düzəldək. Deməli, bir dənə qılınc, bir dənə balta, bir dənə də kazma. Məncə videonun axırında bunu elmaslardan da eləyəcəyik. Hətta bəlkə gələn bölmədə netherite set ola bilərik. Məncə eləyə bilərik. Netherite çox çıxır çünki. Amma elmas lazımdır. Bayağı bir elmas lazımdır. Çünki onun şablonunu düzəltmək lazımdır. Full set eləsək bizə hardasa 7 dənə lazım olacaq. Hardasa 2 stek elmas deməkdir bu da. Netherite da hardasa bir 30-40 dənə lazımdır netherite. Amma çox çıxır əslində. Ona görə də tez bir zamanda yığa bilərik. Burada bu səhəri tez görəcəksiniz, yəni 2 qısa falan. Çünki mən boş madəndə gəzişmişik. Gördüyünüz kimi dəmir falan ancaq yığmışıq. Dəmir set olmaq üçün. Əslində promoid elmas set ola bilərdim. Amma dəmir seti düzəltməmin səbəbi oydu ki dostuma da verim, çünki dostum gələcəkdə onu bilirdim. Və bayağı bir dəmir çıxdı. Hər tərəf dəmirlə qaynırdı. Hardasa 2 stek videonun axırında baxdım ki dəmirim var. Amma birazdan dəmir set düzəltmişdim. Biraz qalmışdı. Birazını dostuma vermişdim. Və burada yenə dəmirlər. Gördüyünüz kimi dostlar, dəmir set olduq. Dəmirlərimizi pişirib və videonun axırında inşallah elmas set olacaq. Və yenə dəmir lazım olar deyə biraz daha dəmir yığdım. Və ilk elmasımız yes. Və burada yenə elmas qəşəng. Elmas bayağı bir çıxır madənlərdə. Özü 71 sürümdür deyə çox çıxır. Amma mineshaft tapdıq, qəşəng əməlcimizi elədik. Enişdə lazımdır bizə böyük altın elma. Qəşəng yenə elmas. Kayıtda olaraq ancaq sizə elmas çıxan hissələr göstərmişəm. Çünki bayağı bir uzundur kayıt. Yəni ona baxmaq maraqsız olacaq ona görə.
və sandıq 2 də elmas qəşəng. Amma bizə büyülü altın elma lazımdır. Əslində büyülü altın elma olmasa ən azından bizə ateş tranzik isə çıxara bilərik. 5 çıxsa da. Bu seed tanımıram, bilmirəm deyə rast gəlsəydi ona görə də. Və burada sandıqları falan götürüb necə elmaslarımızı qazaq. Bu videoya çox əmək vermişəm dostlar. Zəhmətinizə abunə olub like atmağı unutmayın. Hesabdan niyə də gedə bilərdik. Amma hələ tezdir, elmas set olaq sonra. Və yenə elmaslar. Elmas bayağı bir çıxır. Gördüyünüz kimi yenə elmas. Bu seedi kim istəsə verərəm, qəşəng seeddir. Spandır. Ayda kaş qırmazdım. Şey düzəldərdim, off varmı? Ya da biz yuxarıda özümüz üçün daha yaxşı düzəldərik. Və altın elma da çıxdı. 2 dənə. Hələ ki əla gedirik. 10 dənə, 16 dənə falan elmasımız var. Və yenə elmaslar. Burada gördüyünüz kimi dostum gəlir, onunla biraz oynayırıq. PvP falan atırıq. Deyir elmaslar ver, mən də vermirəm. Yerinə dəmir falan atdım ona. Bu isə bayağı bir maraqlı oldu. Və elmas qazandı, gəlib elmaslarıma göz dişdi. Mən də ona dəmir attım. Yenə mənə əsəbləşdirdi, mən də ona balta ilə öldürdüm. Dostumun səsi çıxmadı, zənglə danışa-danışa oynayırdıq. Səs çıxmadığına görə mən də məcbur, yəni belə tək danışmışam da orada dostumla. Onun səsi gəlmədiyinə görə o isə çox pis çıxacaqdı, ona görə də məcbur bu isə özüm səsləndirdim. Və dostuma yenə biraz da PvP falan atdıq. İsə onunla PvP videosu gələcək bir dənə. Və yenə elmas. Artıq elmas setimizi düzəldə bilərik məncə. Bir dənə pantolon, bir dənə göğüslük hələ ki düzəldək. 7 elmas qaldı. Onlarda başqa əşya düzəldəcəm elmasdan. Və dəmirdən olanlarda 10 atım. Ona da lazımdır.
Burada qərar aldım ki, elmas azdır. Full set olmaq lazımdır. Ona görə də buradan biraz daha elmas kasıq. Hətta gələn bölümdə netherite set belə ola bilərəm mən. Və artıq bütün əşyamızı düzəldib full set və full əşya da düzəldə bilərik. Kask, ayaqqabı. Videoda oyunun səsi çox çıxdığına görə, mənim səsim eşidilmədiyinə görə mən də məcbur beləmişəm. Yəni özümü səsləndirmişəm. Və full set. Burada da oyuna bir dənə uşaq girər. Mənim abunəçilərimdən biri. Gördüyünüz kimi əşyaları da düzəldək. Gördüyünüz kimi bitdi. Artıq full setik. Gələn bölümdə netherite set belə ola bilərik. Nəsə, uşaqlar, deməli kanala abunə olmayı qatmaq unutmayın. Bu videoya bayağı bir əmək vermişəm, harca 2 saat falan. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. İnşallah gələn bölümlərdə görüşmək üzrə. Hardcore falan da gələcək. Sağ olun.